Balaca bir meydança böyük bir yolun başlanğıcı oldu. Xaçmazın Ağyazı kəndində atılan ilk addım böyük arzulara atılan ilk yol oldu. O bu gün parlayan bir ulduzdur. Onun adı Xəyal Əliyev. Ne varsa bağ Hakim üstümde üstüne bıraktı. Xəyalın zehirmesi. Direk ve gol! İçim temiz, üstüm temiz. Mənim zövqüm çox baha. Peşəkar futbol yoluna çıxan Xəyal gənc yaşlarından özlərində yorulmadan çalışırdı. O hələ 9 yaşında olanda istedadı ilə həmyaşıdlarından fərqlənirdi. Sabah futbol klubunun akademiyasında formalaşan istedadı onu hələ yeniyetməykən Xorvatiyanın Dinamo Zagreb klubuna qədər apardı. Məhz bu səylər onu Sabah futbol klubunun gənc komandasından əsas komandaya daşıdı. Xəyal Əliyev sürətli hər iki ayağı ilə təhlükə yaradan və həlledici anlarda düzgün qərarlar verən bir futbolcudur. U19 Azərbaycan liqasında da ən yaxşı oyunçu seçilməsi bunun təsdiqi idi. Premyer Liqada debütü, ilk qolları, o cümlədən Avropa Konfrans Liqasında vurduğu əhəmiyyətli qol onun hədəflərinin nə qədər böyük olduğunu göstərdi. O yalnız bir futbolçu deyil, gənc nəsillər üçün bir motivasiya mənbəyidir. Sübut edir ki, xəyallarına sadiq qalanlar ən böyük arenalarda öz imzalarını ata bilərlər. Ne varsa bağ üstümdedir. İhtiyacım yok daha.